kapitanları görürük üz-üzə. Tərlan Quliyevlə Yusif Nəbiyev ənənəvi püşatma mərasimində iştirak eləyirlər. Çox nadir hallarda birinci liqada bu cür maraq doğuran oyunlar izləyirik, görürük və beləliklə maç başladı. Bir daha xatırladaq. Peşəkar Futbol Liqasının YouTube kanalı vasitəsilə bu maçı canlı izləyə bilərsiniz. Şəfa futbolçuları dərhal pressinq artırdılar. Ramin Nəsirli, Zülfüqarlı və zərbə lazımdır. Zərbə və gol! Elnur Cəfərov hesabı açır. Qarşılaşmada erkən gol. Şəfa 1, Səbail 0. Şəfa komandası hesabı açsın. Golun müəllifi Cəfərov! Cəfərov! Fəxri Məmmədlinin ötürməsi cərimə meydançasına başla zərbə və gol! 1-1! 1-1 oldu hesab. Hesab bərabərləşir. Səbailin 16 nömrəsi Emin Rüstəmov bərabərlik golunu vurdu. Məhz Fəxri Məmmədlinin ideal pasından sonra fərqləndi stoper. Səbail bərabərlik golunu məhz belə bir vəziyyətdən sonra vurmuşdu. Yerdə qalan Emin Rüstəmov. Başla zərbə və gol! Kamran Quliyev! Hesabda geri düşən Səbail artıq öndədir. Deyə bilərik ki, yenə də standart vəziyyətdən sonra vuruldu gol. Səbail Şəfa səfərində 2-1 önə keçir. Ricardo yumşaq saxladı cərimə meydançasında. Aldadıcı hərəkətlər, geri ötürmə. Afonsonun zərbəsi. Bax, bundan danışırdım. İsmail'in sürətli reydi. Ötürmə cərimə meydançasına. Zərbə və gol! Nahid Əliyev! İlk hissədə hesab bərabərləşir fasilə nəfəsində. Mərkəzi görüşdə məhsuldar heç-heçə qeydə alınır. Nahid Əliyev 2-2. Cərimə meydançasında 5 Şəfa futbolçusu görünür. Zərbə alınmadı. Amma Ramin Nəsirli o neyniyəcək? Urfan İsmailov, İsmail Zülfüqarlı ilə oynadı. Zülfüqarlı! Risk eləmək istəmirlər. Minimuma indirmək istəyirlər səhvləri. Səbail həmləsi yenə başla zərbə gördük. Bu dəfə heç nə yoxdur. 25'i. Şəfanın hücumu top qapının üstündən keçdi. Təhlükəli hücum idi. Bəlkə də bir zərbəyə şans, fürsət verəcək Vüqar Həsənli. Ötürmə cərimə meydançasına. Yox alınmadı və beləcə maç bitdi. Vüqar Həsənlinin final fiti səsləndi. 6-cı turun mərkəzi duelində Şəfa Səbail maçında qalib müəyyənləşmədi.